sinif yoldaşlarım. Saat oluyor 12:20. Salam aleykum. Yeni vlogumuza xoş gəlmisiniz. Necəsiz? İnşallah yaxşısınız. Bir şükürlər olsun. Yaxşıyıq. Deməli bacım qızının ad günü idi, Ayankamın. Təbrik edirəm. Böyük qız olsun. Padruşkalarına belə sinif yoldaşlarına dəvət eləmişdi evdə. Ad günü qeyd eləyirdi. Mən də biraz buradan da vloglar çəkmək istədim sizə. 11 yaş tamam oldu. İnşallah neçə-neçə gözəl-gözəl ad günlərini qeyd eləsin inşallah. Hər zaman belə ağıllı, gözəl balam olsun. Həmişə baxıb ona sevinək inşallah. Allah bütün cəm balaları qorusun. Bizim balalarımız da onların içində. Спасибо. Это çalındı. Днем рождения, желаю тебе счастья, здоровья, чтобы все твои мечты сбывались, и чтобы все стало миллионершей. Спасибо. Тупались. Желаю знать, sonra lezzet isteklerimi yerine getirsin. Спасибо. С днем рождения, желаю всего самого наилучшего, чтобы у тебя много денег было, чтобы все у тебя нормально, хорошо, прекрасно было, чтобы жизнь была как в сказке. Живи своей жизнью. Спасибо. Поздравляю с днем рождения, желаю тебе 1000 шейхов, которые будут тебя водить на магазин. А я с днем рождения тебя счастья, здоровья, всего наилучшего, но и прекрасной жизни. Спасибо. Дай. Поздравляю тебя с днем рождения, желаю счастья, здоровья, успехов в жизни, чтобы ты росла большой и красивой. Спасибо. Ахрынчы. Ахырда Лаля Мәш. Мечты сбывались. Поздравляю, Яша. Спасибо. Спасибо. Verdim мне голову. Çok sağ ol. Ay bala. Дай мне тоже, а потом после середины такая. Сейчас? Давайте мне. Nə oldu? Qorxma, heç nə yoxdur. Heç nə eləməyəcəklər. Heç nə eləmir. Bunu çıxardacaq. Mama. Stresdədir. Hə. Yo, səni. Bunu çıxar. Şəklini çəkir, heç nə eləmir aşkım. Ay, oyna bunu. Heç nə eləmir deyirəm sənə. Kana. Bax bunu belə onu da çıxardacaq. Çəkir, heç nə yoxdur. Siz yanında kesin boşağı salsaydı. Qolunu tərpətmə. Heç nə yoxdur. Biz çıxdıq. Əbəlfəzəba indi gülür. Bayaq gördünüz necə mandrajdaydı. Rəngin elədilər. Dedilər ki, qalmalıdır hələ. Bir 20 gün yenə qalmalıdır inşallah. 20 gündən sonra açılacaq. Amma deyir şükürlər olsun ki bitişmə gedir. Hə, 19 gün yaxşı.
Şükürlər olsun birləşmə gedir. İnşallah ki biraz da səbr eləsin. Oh heç də balaca. Şimdi şey deyirəm, su da yəcibsə boşalar ya. Ya üstünü salafanlamaq var. Bir şey eləyərik də uşaq. Neçə vaxtı? Narahat deyil. 10 gündür çınmır. Görək də inşallah xeyirlisi olsun. İnşallah Allah cəm balaları qorusun. Gərək diqqət mərkəzində olsunlar. Yoxsa aynı moment belə hallar baş verir. Bilməyənlər ötən videomuzda var da, necə olub, nətər olub, danışmışıq, orada girib baxa bilərlər həmin videomuza. Bir də like eləyin, şərh yazın, bir də abunə olun kanalımıza. Yay vlogları gələcək, yay. İnşallah. Allah nəsib eləsin. Həmişə deyirik, bir də göz salım. Gedə bilir, evdən sonra çıxa bilir. İnşallah yaxşı olar. Deməli xanımlar, bilirsiniz ki, keçən vloqlarımda qeyd etmişdim ki, mən sinif komitəsiyəm. Yəni bilirsiniz ki, mən birinci uşaqdır ki, məktəbə göndərirəm. Ümumiyyətlə komitə nədir onu da bilmirdim. Amma qızlar və müəllimənin seçimi ilə mən oldum. Yəni əlimdən gələnin çoxunu, hətta artığını belə elədim. Ümid edirəm. Yəni mənim fikrimcə elədim. Mən və bacım Xədicə bilirsiniz ki, qonşumdur. Yəni birlikdə o qədər əziyyətlər çəkdik ki, inanın Allaha həddindən artıq. İndi birazdan da sizinlə bir yerdə bölüşəcəm, danışacağım inşallah nələr etdiyimizi. Bu elə bir ki, sinifdə olan kadrlardan idi sizə göstərdim. Baxım sənə Hüseyn, hardasan? Elif bad. Deməli, uşaqların formasından tutma, valideynlər də sağ olsun ki, bizə çox köməklik elədilər. Deməli, bir neçə seçimlər arasında qaldım restoran barədə. Ən sonunda biz deməli şey seçdim. Nədir bunun adı? Sumqayıtda yerləşən Vegas restoranını orada qeyd elədik. Həm bizə Müşfiqə daha yaxındır, həm də ki biz keçən il, yeni ili də orada qeyd eləmişdik. Xoşumuza gəlmişdi deyə bu dəfə də burada elədik. Sonra belə bir gözəl tort hazırladıq. Uşaqların orada adları falan var idi. Belə bir kartoçkalar da zəhdirdik valideynlər üçün. İnanın ki, bütün xırdalıqlarına qədər düşünmüşük. Restoran barədə də biraz məlumat verim. Yəni bəlkə hələ əlifba eləyənlər var da. Biz sadəcə olaraq biraz tezləşdirdik. Biz də ayın 18-i qeyd elədik də əlifba bayramımızı. Ayın 18-i bəzi valideynlər var idi ki, onlara görə bəzi səbəblərdən dolayı qabağa çəkməli oldum. Restoranın da bu arada heç bir işbirliyi yoxdur. Yəni ödənişimizi eləyib getmişik. Sadəcə edirəm bəlkə maraqlanarsınız deyə məlumat verim. Deməli 44 manat ana bala menyusudur və içərisində musiqi verir, nə bilim klon, panda verir, şarşo verir. Yəni uşaqları əyləndirəcək şeylər verir. Dekordur, amma özüm misal üçün eləmişəm dekoru. Yəni onlara əlavə olaraq ödəniş eləyib elətdirmişəm. Daha sonra uşaqların əllərində helium şarlar idi. Onların da ödənişi əlavə olunub. Belə yeməkləri falan dadlı idi, xoşumuza gəldi. Çünki bir dəfə də qeyd elədim, axı keçirtmişdik ona görə. Belə uşaqları gəldilər, əyləndirdilər. Burada çox sevindilər, çox maraqlı oldular. Çünki kadrları ardıcıllıqla qoymamışam. Çünki özüm çəkməmişəm, qızlar çəkiblər. Nəyi necə, yəni tutuzdura bilmədim ki, hansı kadrı birinci qoyum, sonra qoyum. Çoxdandır ki, də vlog paylaşmıram sizlərlə. Tez istədim ki, vlogumu düzəldib sizlərlə də bölüşüm, vlogsuz qalmayasınız deyə. Ona görə də üzrlə hesab eləyərsiniz bu səfərlik məni inşallah. Bu son çünki 15-20 gün ərzində ümumiyyətlə başımızı qaşmağa belə vaxtımız yox idi. Çünki uşaqların yaxalıqlarına qoyulacaq kartoçkalardır, rəqəmlərdir, hərflərdir, rənglərdir, səhnəcə meyvələrdir, səhnəcə hamısını bir əllərimizlə. De, hərfidir. Ə hərfidir, gəldi var, əlində var, əli yazır, rəsməci. Əlifbanın yolu gülür. Sənə mənəcə alınır. Bəs bir özünə tərəfləndi. Sənin dadına baxan adam cərək gündə 3 dəfə bal yesin. Mənim libasım elə gözəldir ki, heç bir meyvədə yoxdur. Dənələrim göydəki ulduzlara bənzəyir. Hər budağı bir sərvət ağacıdır. Gözəllər mənim həsrətimdədir. İlahi sözlərini eşidən alma acıqlandı və dedi. Mənim adım Alma, üzüm al qırmızıdır. Paltarım atlasdan,
İki sevgilinin arasında ən məhrəm mənəm. Məclisdə heç kim məni qoyub başqa meyvəyə el vurmaz. Elə bax. Mən istəyən, bir həftənin günləriyəm. İki dəfə söz olandı, üç dəfə tapıldı, çağır gəlib mən filan. Bir rəqəmləri ədədləri, ən böyüyüm məndən, ondan ən bəlcələrsə, tapıl görək mən kiməm? Bu doyun sonu qarşılayın siz onun, oyun çiçeği qardaşıdır, iki rəqəmlər, bozlar, indi gəlin, bütün yollar düzəlin. Xanımlar, YouTube bilirsiniz ki, ümumiyyətlə mahnı qoyulduqda təlif hüququ olur deyə, yəni mən mahnıları qoya bilmirəm, ona görə də üzərinə başqa mahnılar qoyacağam, buna görə üzrlü sayarsınız məni. Çünki təlif hüququ gəlsin istəmirəm, bu da mənim kanalım üçün ziyanı olar deyə, ona görə üzərinə başqa musiqilər qoyacağam. Bu da mənim balaca körpələrimin rəqslərindən biridir. Buyurun, xoş izləmələr. Fuat getdi bazar günü, Fəvvarələr meydanına, faydalı bir gəzintiydi, fərəh ilə çatdı sona. Bir ilə üç birləşib, bir işdə belə oldular, başın sözün başlayıb, kitabı vurtatdılar. Ailə, ana deyə, aləmə səs salır, Azərbaycan sözünə, ailə başlayır. Ata, ana, ateş sözlər, alın nəfis ilməsi, adan ziya həriflər, Allahın bir tövbəsi.
Əskik olmasın bir an. Əlifbanı öyrəndim, tanıyıram hərflər, heç əlimdə qoymuram kitabların dəftəri. İndi ana dilində oxuyuram, yazıram, kitablardan birisi öyrənməyə hazıram. H hərfi, hərfdən Söz. Değişik satırsan, bağlı qapıları bizə açırsan, mənim əziz dostum, mənim əlifbam, bizimlə hər zaman bir axırına sar. Əlifbam, bir şəkildə açar, elimin qapılarını üzümüzə açarsan, oxumağa yazmaq, öyrənmişəm məsəcə, indi səhvlər üstə, Bravo. baxışlarım gəzir. Bravo.